Allaha səcdə edən adamın müəllimi dedi: "Oğlum, bu dünyadakı fəsillər insana çox oxşayır. Havanın isti olması insanın isti, yəni insanlara qarşı çox isti, qanlı olmasını göstərər. Soyuqqanlı olması isə insanın soyuq havadakı kimi soyuqqanlı olmasını göstərər və payızda hər tərəf rəngbərəng olur, hər tərəf rəngli olur. O da insanın rəngarəngliyini göstərər. Havada qar yağanda insanın çox soyuqqanlı olmasını göstərər və yağış yağanda insanın ağlamasına oxşayar. Bəzən görürsənmi, buludlar qapqara rəngdə yağır yağış. Bəzən də çox gözəl rəngdə, buludlar ağappaq olanda yağış yağır. Bu, buludların ağ olması insanın çox sevindiyi zaman ağladığı göz yaşına oxşayar və çox hissli olan zaman başqa bir göz yaşı olar. O da buludlar qaralanda görmüsənmi? Sonra çox yağış yağır. O da ona oxşayar. İnsan sevinəndə hamı sevinər. Bir insanın yəni sevinməyi hamını sevindirər. Çünki o birisi insan görər ki, bu insan nəyəsə görə sevinir və o birisi insan da nəyəsə görə sevinir. Ona görə ki, o insanın sevindiyini görür ki, bu da sevinir. Ona görə ki, insanlar bir-birlərini görüb hər sevinci və hər kədəri paylaşırlar. Bu da kədəri və sevinci azaldır və insan daha yaxşı olur. Oğlum, bu dünyada çox şey var, amma biz görmürük, fikir vermirik. Amma biraz fikir versək, hər şeyi daha yaxşı anlayarıq. Bizim anlamamız üçün isə çox şey vardır. Amma çox dünya bizi zaman xərcləyir oğlum, yəni dünyaya. Onu demək istəyirdim. Və dünyaya çox zaman xərcləyir, amma o birisi dünya, yəni cənnət və yaxud cəhənnəm haqqında heç bir zaman fikirləşmirik. Deyərik ki, cənnətdir da, cənnətə gedəcəyik. Namaz qılırıq, amma içimizdə heç Allaha iman yox. O da namaz sayılmaz. Namaz qılan Allaha inanan və heç bir zaman dünyaya çox bağlı olmayan insandır. Çünki bilər ki, bu dünya sadəcə gəlib və qonaq olaraq gedəcək. Qonaq olan gəlib biz onsuz da dünyada bir dəfəlik qalmayacağıq. Sonsuz bir yurdumuz olan cənnətdir. İnsan ruh olaraq ora gedər. Bəlkə də bizim cənnətdən fikirləşdiyimiz daha da böyükdür. Amma biz bunu bilmirik. Oğlum, insan hər zaman fikirləşər. Amma insan fikirləşməklə deyil. Allah insana hər bir şeyi yazıbdır ki, insan necə olacaq. Bəzən də bizim qərarlarımız bunu dəyişdirə bilər. Amma bir qərar ilə bizim bir zamanımız və günümüz dəyişə bilər. Məsələn, mən sənə bir söz deyirəm və sən də o sözü edirsən. Amma o sözün sənə xeyir gətirib gətirməyəcəyini mən bilmirəm. Oğlum, sən bu sözü indi dediyimi etsən, mən sənə dediyim üçünmü edərsən, yoxsa mən yaşlıyam, mən səndən daha təcrübəliyəm deyə edərsən? Hə? Və səcdə edən adam deyir: "Müəllim, siz məndən yaşlı olduğunuz üçün, mən hələ cavan olduğum üçün, bəli, sizin sözünüzü edərəm, dediyinizi edərəm. Bilərəm ki, siz düz deyirsiniz." Müəllim deyir: "Oğlum, bəzən də insan yaşlı olsa da heç bir şey bilməz. Çünki oğlum, yaşda deyil təcrübə, ağıldadır. İnsan ağlını düzgün işlədərsə, lazımsız bir əşya onun üçün qiymətli bir əşya olar. Amma ağlını düzgün işlətməzsə, ən qiymətli əşya onun üçün heç bir əşya, yəni lazımsız əşya olar. Fikirləşər ki, bu mənim üçün heç lazım deyil. Amma ağlını düzgün işlətsə, o əşya onun üçün ən qiymətli, hər şeydən daha qiymətli olar. Çünki hər insanın baxış bucağı fərqlidir. Məsələn, yaxşı insan hamıya kömək etmək üçün əlindən gələn fikirləri fikirləşər. Amma pis insan isə əlindən gələn pislikləri fikirləşər. O ikisinin baxış bucağı fərqlidir və hər insanın özünə görə bir xüsusiyyəti var. Bu xüsusiyyət insanları çox dəyişdirər, ya da ən yaxşı edər, ya da ən pis edər. Çünki insanın öz fikri və öz düşüncəsi var.
mən bu fikri necə düzəldə bilərəm ya da mən heç bir şey düşünməyib etməyəcəm deyə bilər. Amma insan əlindəki əşyanın qədrini bilsə, yəni onu daha yaxşı bir əşya olaraq düzəltməyə çalışsa, o daha yaxşı işləyəcək o əşya. Məsələn, sənin əlində bir maşın var, böyük bir maşın. O sadəcə köhnədir. Amma sən onu düzəltmək və təmir edəndən sonra isə işlədib hamıya kömək etmək istəyirsən. Amma bu düşüncəsiz insanın əlində olsa deyəcək ki, mən bunu atım getsin, onsuz da lazım deyil. Amma sən onun kimi etmirsən. Sən o maşını əlindən gələn qədər düzəldib, sonra hamıya kömək etmək üçün sürürsən. Sonra kimsə yolda görəndə götürürsən ki, Allah rızası üçün götürürsən. Yəni heç pul istəmirsən və həmin adam da sənə çox təşəkkür edir. Ona görə də hər insanın baxış bucağı fərqli olduğu üçün də hər insanın fikri də ayrıdır. Hamının fikri ayrı olduğu üçün də sənin fikrin, onun fikri üst-üstə düşmür. Ona görə də özünü çox yorma. Anlamayan anlamayacaq. Ona görə də sən öz düzgün bildiyin yoldan get. Heç kim sənə düzgün yolda get deməyəcək. Hamı sənə öz yararı üçün olan yoldan get deyəcək. Məsələn, o insanın yararı var ki, sənə deyir ki, bunu et, bunu etmə. O insan səndən yararlanmaq istəyir, ona görə də onu deyir. Heç kimsə sənə heç vaxt deməyəcək, oğlum ki, sən düzgün yoldasanmı, səhv yoldasanmı? Düzgün yolda olsan deyəcəklər səhv yoldasan. Səhv yolda olsan deyəcəklər düzgün yoldasan. İnsan çox qəribədir. Amma bəzən də yaxşı insanlar deyər ki, sən düzgün yoldan get. Çünki onun qəlbində sənin kimi təmiz və saf ürəyi və saf niyyəti vardır. Ona görə də ən yaxşı yolu sən özün fikirləşməlisən. Mən düzgün yoldayammı, yoxsa yanlış yoldayammı? Oğlum, sən yolda gördüyün bir insana kömək etmək istəyirsən. Amma insan səndən kömək istəməsə həmin insan, sən ona yenə də kömək etmək istəsən, deməli sən sadəcə Allah rızası üçün kömək etmək istəyirsən. Çünki Allah görər ki, həqiqətən insan Allah rızası üçünmü kömək etmək istəyir, yoxsa bir qarşılıq mı gözləyir? Qarşılıqsız yaxşılıq edən insanlar həqiqətən ən yaxşı insanlardır. Amma bəzən də həmin insanları aldadan insanlar ola bilər. Yəni, sənə kimsə desə ki, gəl mənə kömək et. Sən o köməyi edəndən sonra isə, sonra sənə yalandan desə ki, mənim bir əşyamı götürmüsən. Onda sən de ki, yox əmi, mən sənin heç bir əşyanı götürməmişəm. O səndən yararlanmaq istəyir, sənin təmiz niyyətindən, saf ürəyinə yararlanmaq istəyir. Deyir ki, yox, sən mənim əşyamı götürmüsən. Sən mənə kömək edəndə mənim bir əşyamı götürmüsən. Burada o əşya yoxdur. O pul da ola bilər, hansısa qiymətli bir əşya da ola bilər. Ya da təzə aldığı nə isə. Amma sən ona nə qədər desən ki, yox, əmi götürməmişəm. O səndən yararlanmaq üçün nə qədər desən də sənə deyəcək ki, əşyamı götürmüsən, qaytar. Ya da pulunu verməlisən, deyəcək. Və sən də elə baxa-baxa qalacaqsan ki, mən heç nə etməmişəm, yaxşılıq etmək istəyirdim. Amma bəzi insanlar həqiqətən kömək istəyir və qarşılıq da gözləmir, qarşılıq da səndən nəsə istəmir ya da səni aldatmır. Amma o insan yalandan demir ki, mənə kömək et. Sən o insanın necə dayandığından, halından və öz ürəyinin həqiqi yolundan, yəni ürəyin sənə deyirsə bu insana kömək et. Ondan anlayacaqsan ki, bu insan həqiqətən köməyə ehtiyacı var və sən ona kömək edəndə o da sənə çox sağ ol dostum ya da qardaşım deyəndə sən də deyəcəksən ki, həqiqətən kömək edən lazım imiş bu insana, ehtiyacı var imiş. Sənin də ürəyin rahat olur oğlum, o insanın da ürəyi rahat olur və sənin ürəyin ona görə rahat olur ki, köməyə ehtiyacı olan birinə kömək etmisən. O insanın da ürəyi rahat olur ki, ona kömək edib və o çox şükür edir ki, Allaha mənə kömək çatdıran Allahdır. Allah səni ona kömək üçün qarşına çıxardı. Yer çərşənbəniz mübarək. Abunə olun, ailəmizə qatılın. Hər kəsə təşəkkürlər.